Yəni buradan Sumqayıta, Sumqayıtdan bura, yəni heç kim Xırdalana, deməz. Artıq Masazıra. Sumqayıt Bakı anlayışı yoxdur. Sumqayıt Bakının bir rayonudur. Necə Nəsimi, Sabah. Elə bir rayon. Qardaş, buradan ora gedən insanlar hər səhər oradan bura gəlir, axşam da buradan ora işə. Yəni bununla bağlı Aynaya, Ana Rızayev deyəsən də ona müraciət edim. Qardaş, nə edirsiniz? Nə iş görürsünüz? Biz çıxın da danışın görək nə planınız var da bizi bu tıxacdan qurtarmaq üçün. Yəni başa düşdük, gəlib baxın, məhlələrin içini belə xəttləyiblər. Lövhələr qoyublar ki, pul ödə. Bax bizim binanın arqa, sağı, solu biz evə qonaq gələndə biz utancımızdan yerə giririk ki, 5 saat evdə qonaq oturacaq 5 manat şey ödəməli. Niyə? Məhlərin içinin xəttlənməsi hansı ağlın, təfəkkürün belə məhsuludur. Qardaş, siz nə? Birazdan girəcəklər o həyətlər var ya, həyət yanı sahil. Oranı da xəttləyəcəklər. Marketin qabağı enişir. Mən məsələn o aparat olmayan marketlərə girmək istəyirəm. Çünki gedəndə bir də ona pul ödəmək istəmirəm. Dünyanın hər yerində marketin qarşısında ya market adətən marketlər özləri alırlar pulsuz elə və yaxud da lap yoxdursa, sən vətəndaşların nə deyək, xidməti üçün şey eləməlisən. Şəhərin mərkəzində ümumiyyətlə yoxdur. Bax neçə dənə Aynaya sual verirəm. Neçə dənə parkinq yeri tikmisiniz? Yoxdur. İnsanlar bu molların ümidinə qalıb 3 saat molda maşın saxlasan, 3 saat 8 manat, 9 manat pul vermə. Qaş bu nə deməkdir? Bu nə? Biz pulumuzu elə yarısı benzinə, yarısı parkinqlərə, yarısı da tıxaclara və sonra cərimələr bax dünən bizim yadımızdan çıxıb maşın sığorta vaxtı 50 manat tap. Bir xəbər göndərdi ki, bu 50 xatırlatma etmirlər. Yox, o dəqiqə elə məqam gözləyirlər ki, tap 50 manat. Texniki baxışın vaxtı keçdi, tak kompüter 50 manat. Sən mənim kompüterlə üzümü tut, gör acam, 3 gündə ət yemirəm, tap 50 manat mənim kartıma at ki, get ət ye. Düzdür, gör nə qəşəng mexanizm olar. Normalda xəbərdarlıq olmalı deyilmi? Normal idarə etmədən bir gün əvvəl, yox da bir həftə əvvəl. Məqsəd nədir? Məqsəd sizin sığorta eləməyiniz, məqsəd sizin texniki baxışdan, məqsəd cərimə onsuz da eləyəcəksiniz da. Nədir? Hər dəfə kompüterə düşəndə tap cərimə, qardaş. Bu, yəni, nə eləmək istəyirsiniz? Məqsəd nədir? İnsanları bu qədər niyə tıncıqdırırsınız? O söz var ya, tıncıqma. Niyə bu qədər bezdirirsiniz? Yəni, taksi sürücüsü bir cür, sadə vətəndaş bir cür, yük maşını sürən bir cür. Qardaş, nədir bu? Nə indi? At arabalarından gəzək? Valla təqlid at arabalarına keçək.